Hər vaxtınız xeyirli olsun əziz dostlar. MRT İnşaatdan salamlayıram sizi. Gününüz uğurlu olsun inşallah və bütün işləriniz öz yolunda, öz axarında getsin. Bu gün də mən sizə divar kağızlarından söhbət açmaq, onlar haqqında danışmaq istəyirəm ki, yeni gələn rənglərimiz var, modellərimiz var, bir qədər də müasir texnologiya ilə istifadə olunan və müasir texnologiya üzərində çalışaraq həyata keçirilən digər aboylar var ki, onları da inşallah qarşıya irəliləyəndə o aboylarımız, yəni o divar kağızlarımız haqqında məlumat verəcəm. MRT İnşaatda əziz dostlar, gördüyünüz bax bu divar kağızları 27 manatdır. Ümumiyyətlə sona qədər haqqında söhbət açdığım divar kağızlarının üzərində də olan qiymətləri göstərəcək ki, bütün bu qiymətlər haqqında məlumat əldə eləyəsiniz. Bax bu aboylarımız əziz dostlar, rahat şəkildə divara vurulduğundan sonra üzərini nəm əski ilə silmək mümkündür. Keçmişdə olan aboylar var idi ki, onlar kağız aboylar hesab olunurdu. Onların üzərini silmək olmurdu. Ancaq bu gördüyünüz bütün aboylarımızın üzərini rahat şəkildə silmək mümkündür. Sanki bunların üzərində bir görünməyən klonka təbəqəsi var, qatı var ki, nə qədər silməyinizdən asılı olmayaraq, bunun üzərində olan zərlərin də heç bir zaman məhv olmaq, yəni getmək təhlükəsi yoxdur. Yəni bu aboyları istədiyiniz yerdə istifadə etmək imkanınız var. Həm mətbəxdə istifadə edə bilərsiniz, həm yataq otağında istifadə edə bilərsiniz, həm də qonaq otağında istifadə edə bilərsiniz. Bu artıq sizin zövqünüzdən, bu artıq sizin seçiminizdən asılı olan bir şeylərdir. Hətta bu divar kağızlarını nəinki divara deyil, tavana da vurmaq mümkündür. Yəni insanlar bundan da istifadə edirdilər, bir zamanlar vururdular. İndi vuranlar da var, istifadə edənlər də var, eləməyənlər də var. Bu bölməmizdə də olan divar kağızlarımızın qiyməti 27 manatdır və rəng müxtəliflikləri, rəng çalarları da gözəldir. Təsəvvür edin, özünüzü bu divar kağızını mənzilinizə vursanız, sanki nağıllar aləmində hiss edəcəksiniz. Bir adadasınız və yaxud da bir göy gürültüsü təsəvvürü yaradacaqsınız, bir meşə təsviri də yarada bilərsiniz. Çünki rəng çalarları buna imkan verir ki, siz bu divar kağızından istifadə edəndə təbiətlə sanki təmasdasınız. Ona görə də MRT İnşaata yaxınlaşırsınız, bu və ya digər divar kağızları əldə etmək imkanınız var. Və eyni zamanda bu bölməmizdə də olan divar kağızlarımızın qiymətləri 27 manatdır. Təsəvvür edin, bir naxışın müəyyən rəng çaları var ki, siz də öz mənzilinizdə həm mətbəxinizin rənginə uyğun, həm divanlarınızın rənginə uyğun, həm mebelinizin rənginə uyğun, həm döşəmənizin rənginə uyğun fərq etməz. Hər hansı bir aksesuarın da belə hətta rənginə uyğun MRT İnşaatda divar kağızları əldə edə bilərsiniz. Burada bizim master silkimiz var ki, əziz dostlar, bu master silkdən də insanlar istifadə edirdilər. Yenə də istifadə edirlər təbii ki. Bunların divar kağızlarından fərqi nədən ibarətdir? Bunları dekor şəklində istifadə etmək olar və eyni zamanda bütün rəng çalarlarından da istifadə etməklə kambrivinli gözəl divarda ecazkar, egzotik bir görünüş də yaratmaq olar. Bunlar qatılır, bir neçə saat saxlandıqdan sonra artıq bu master silk özünə gəlir. Daha rahat şəkildə divara yaxmaqla gözəl təsvir yarada bilərsiniz və bunun bir özəlliyi də var ki, istəyirsiniz, xoşunuza gəlmədi, digərlə əvəz etməsi rahat şəkildə belə divardan qopardıb yerə töküb digərindən istifadə etmək imkanımız var. Bütün rənglər var, bütün rənglər. Hətta bu rənglərin hər birindən istifadə edə bilərsiniz və hətta bütün rəngləri bir arada istifadə edə bilərsiniz. Yəni bu sizin seçiminizdən asılıdır. Burada bir qədər tünc rənglərdir, burada isə bir qədər açıq rəngləri var. Məsələn, master silkin və bizim dəyişimiz olaraq Metlion yapışdırıcılarıdır. Qiymətli üzərində var. 7 manat 20 qəpikdir və bundan da rahat şəkildə divar kağızlarınızı yapışdırmaq imkanı var. Böyük ölçülü bizim belə paketlərimiz də var. Hətta kiçik ölçülü paketlər də var ki, insanlar var evlərində, mənzillərində divarlarda aboyların bir neçəsinin yəni buraxması, soyulması halları baş verir. Onlara böyük lazım deyil. Kiçik ölçü də var ki, bir neçə dəfə istifadə edə bilərsiniz. Bunun da qatılması, bunun da hazırlanması olduqca asandır. Bir qədər tökürsünüz, üzərinə yəni soyuq su əlavə edirsiniz, qarışdırırsınız. Bir neçə dəqiqə qalandan sonra rahat divarın arxasına, divara vurmaqla və divar kağızının arxasına vurmaqla divarınızı gözəl görkəmə gətirə bilərsiniz. Bu bölməmizdə də olan aboylarımızın qiyməti 27 manatdır və bunların da rəng müxtəliflikləri var.
İnsanlar adətən rəng seçəndə nə üçün rəng seçirlər, ona diqqət etmək lazımdır. Rənglər var ki, insanı darıxdırmağa məcbur edir. Rənglər var ki, insanlarda xoş ab-hava yaradır. Rənglər var ki, saatlarla qarşısında dayanıb bir mənzərəni seyr etmək istəyirsən. Rənglər var ki, mənzilə daxil olmaq istəyirsən, istəmirsən belə, çünki ürəyin sıxılır. Ona görə də əziz dostlar, divar kağızlarını seçmək, ən əsası rəngini seçmək olduqca vacibdir ki, həm qonaq otağınız, həm yataq otağınız, həm mətbəxiniz, həm də digər otaqlarınıza daxil olan insanlarda xoş ab-hava yaratsın. Adətən yataq otağının rəngini mavi ilə ağ seçirlər ki, bir qədər də huzur tapasan. Çünki yatmaq üçün insana lazım olan müəyyən rəng elementləri var. Yəni rəng qarışıqları var ki, o insanları rahat edir və tez bir zamanda yuxunun gəlməsi üçündür. Ona görə də divar kağızları seçəndə bir qədər diqqətli olmaq lazımdır. Bu divar kağızda mən diqqətimi çəkdi. Çox maraqlıdır. Diqqət eləyək. Gözəl də görkəmi var və bu divar kağızına saatlarla bəli baxmaq olar. Və daha sonra bizim müasirlik, elm, texnologiya günü-gündən inkişaf etdikcə müasir divar kağızları da var ki, onlar artıq 3D köməyi ilə hazırlanır, çıxır mənzilimizdə bir canlılıq yaradır. Bax, bunlar da həmin gördüyümüz o 3D divar kağızlarıdır ki, sanki bu dairələrin hər biri üzdədir. Əlimizi vurmaqla sanki onun oval olduğunu, yumru olduğunu təsəvvürü yaradır. Və eyni zamanda bax bu divar kağızımızda. Onun da özünün bir ayrı gözəlliyi var. Naxışlar sanki üzdədir, cəlb edicidir. Bütün bu naxışlara toxunmaqla o naxışları əlimizdə rahat şəkildə hiss eləmək gücündəyik. Daha sonra bizim burada rəngləri də bir qədər göstərmək istəyirəm. Dostlar, zövqlər müxtəlifdir. Mən öz zövqümə uyğun, xoşuma gələn rəngləri açıram. Siz də öz zövqünüzə uyğun rənglərdən istifadə edə bilərsiniz. Məsəl üçün, yataq otağında istifadə etmək olar, qonaq otağında da istifadə eləmək olar və digər bölməmizdə də olan 3D aboylarımız var. Bunun da bir özəl rəngi var. Lap arxadan baxanda, lap kənardan baxanda bu şəffaflığı, bu gözəlliyi və bu üzə çıxmaları daha gözəl şəkildə görə bilərik. Bunu da mənzilinizdə həm yataq otağında istifadə edə bilərsiniz, həm də qonaq otağında istifadə edə bilərsiniz təbii ki. Və daha sonra digər aboylarımız da var. Bu aboylar haqqında da biraz məlumat verək dostlara. Bunda üzərində gül qarışığına qızıl güldür. Bir ayrı eskizdə, bir ayrı formada. Bu da 3D printerdən çıxan aboylardır. Burada da digər aboylar var, əziz dostlar. Onu da baxa bilərik. Bunu da biz istifadə edə bilərik mətbəximizdə. Mətbəxdə də çox gözəl görüntüyə sahib ola bilər və yaxud da mətbəx mebelinin tam olaraq yarı ara kəsməsində bu aboylardan istifadə etmək olar. Ümumən, MRT inşaatda aboylar çoxdur. Bütöv yeni gələn aboylar, yəni divar kağızları müəyyən endirimlərlə dəyərli dostlara təqdim olunur ki, onlar da gözəl şəkildə gəlib alıb istifadə edə bilərlər. Əgər söyləmək istəyirəm ki, pulunuz yoxdursa, ancaq aboy almaq istəyirsiniz, evinizi təmir etmək istəyirsiniz, heç bir narahatlığa səbəb olmayacaq. Çünki yalnız şəxsiyyət vəsiqəsi ilə yerindəcə həmin aboyları və yaxud da digər MRT inşaatda nə varsa almaq imkanınız var. Bir kart, taksit kart da keçərlidir ki, bunlardan da istifadə edə bilərsiniz. Və bir məlumatı mən dəfələrlə tamaşaçıların diqqətinə çatdırıram. Söhbət ondan gedir ki, 365 gün MRT inşaatda lotereya keçiriləcək. Və o səbəbdən hər 50 manatlıq alış-verişdə bir kupon hədiyyə olaraq sizdə təqdim olunacaq. Ad, soyad yazılmaqla sehirli qutunun içərisinə atırsınız. Hansı ki, bax, əziz dostlar, Zəfər lotereyası 8 noyabr tarixində həyata keçiriləcək. Avtomobil. Bizim bütün lotereyalarımızda avtomobil olacaq. Bir daha qeyd eləmək istəyirəm. Bütün lotereyalarımız nə vaxt ki oynanılacaq, hər birində avtomobil olacaq. 8 noyabrda Nivo markalı avtomobildir. Növbəti lotereyamızda Nivo markalı avtomobil olmaya bilər. Bir başqa markalı avtomobil ola bilər. Yəni hər dəfə lotereya oyunumuzda avtomobil olacaqdır. O səbəbdən siz gəlirsiniz MRT inşaatdan alış-veriş edirsiniz ki, bax belə gözəl hədiyyələr əldə edirsiniz. Tək avtomobillə kifayətlənməyəcək, yüzlərlə
o qədər hədiyyələrimiz var ki və böyük hədiyyələrimiz var. Soyuducularımız olacaq, paltaryanlarımız olacaq, kondisionerlərimiz olacaq, daha nələr, irili, xırdalı, çox böyük hədiyyələrimiz var. O səbəbdən ona görə bir daha demək istəyirəm. 365 gün MRT İnşaatda lotereya həyata keçiriləcək. Hər ay xüsusi günlərdə, özəl anlarda və yaxud da fərq etməz, yəni dostların istəyi ilə belə lotereyalarımız həyata keçiriləcək. Ona görə alış-verişiniz yalnız MRT İnşaat olsun və hər birinizdən son dərəcə ricam da bundan ibarətdir ki, bizim videoları paylaşın. Bütün sosial şəbəkələrdə paylaşmalar edin. Müəyyən rəy bölməsinə rəylərinizi yazın. Öz fikirlərinizi göndərin ki, sizə hansı bölmə daha maraqlıdır. Biz də həmin bölmə haqqında siz dostlara, siz tamaşaçılara ətraflı məlumatlarımızı verək. MRT İnşaat bizim əsas missiyamız, əsas məqsədimiz ondan ibarətdir ki, biz bir yerdə tikməliyik. Gəlin dostlar, evimizi bir yerdə tikək. Gəlin.